Ümumiyyətlə beynim yandı. Ne oldu? Ne oldu? Kim kime ne oldu? Bir de Kim kimin dırnağı oldu? Trump Ne? Heydər Əliyevin dırnağı da ola bilməz siyasətdə. Adam ikinci sefer hakimiyete gelip tarih Ay besliyor. kardeş, Amerikalılar sabır Adam uduzub, adam uduzub, ikinci sefer ses yıkıb, orijinal, hər kəs gidib səs verib. Ay kişi, Biden ayaqüstə Ostrostra Mən belə şey imkan gəlsin. görmərəm, belə söhbət etməyin, xahiş edirəm. Sənə indi bir söz deyim. Bir dənə Azərbaycanda Adam uduzub, 4 il dayanmadı. Ben başına oturmuşam da kulak as 4 mənə. ildən sonra ikinci sefer tarixdə ikinci adam deyil də. Adil, mənə qulaq as. Mən Azərbaycandayım da. Mən işimi Papa səndən Şatına prezident olmayıb, Sənə Papa sual Şatına verirəm. prezident olmayıb. Sənə sual verirəm. Mənə cavab ver. Azərbaycanda İlham Əliyevə alternativ prezident namizədin birinin adını deyirəm. Türmədən bir iki dənə fəraqlar tapmalı olar. Kim? Soxum o türmədəkilərin evdəkilərin ağzına mən. Sən niyə soxum? Ayselem canlı da söz Sən söylüyor. kimi deyirsən? Danlı da. Yaqubunu deyirsən? Ya qəbristanlıqdan ya da türmədən tapa bilərsiniz. Yaqubu prezident olacaq. İlqar da prezident deyildi. Çıxdı da türmədən. Niyə eləmədiniz onu prezident? İlqar çıxan kimi bu oyda Ay bir İlqar çıxartdı, deyib, görmədiniz. nə danışdı? İlqar deyə oturub evində. Yendi, siz nə danışdı? İlham Əliyev. Bu günləri kadr olaraq, əgər Türkiye, Rusya, Ukrayna münasibətlərində önəmli rol daşıyırsa, sən Trump'un İlham Əliyevin daşşağıdır. Sən Trump'un Amerikaya görə lotluq edir. O da Mən niyə söz söyləmirəm? Mən niyə özüm söz bilmirəm söz? Mən də söz söyləmirəm, Tarık bəy. Mən də sözlə danışa bilərəm. Ne kardeşim, ben neyi Yoxsa deyirəm? Tofiq bəyə deyirsiniz belə, mən də Bilirsən qaytarım, niyə özü deyirəm? deyərəm, Bilirsən amma niyə bilirsiniz deyərəm. Bilirsən niyə deyirəm? Deyərəm, üstündən taxtil keçərəm də. Mən papa balasına prezident olmamışam ki. Mənim qohumlarımda məmur yoxdur, qurban olaram sənə. Ona türmədə olanlara da söz söyləmirəm, xahiş edirəm. Mən nə cavab qaytara niyə bilərəm? söyləm? Bir adam əgər ölümünə gedirsə, deyirsə ki, mən bugündən aclıq eləyirəmsə, ölənə qədər də aclıq eləyər. 3 gün sıçıb, 3 gündən sonra Tofiq bəy, bir 3 gün ac qalın, sonra ondan söhbəti. Adam 38 gündən çox qalır. Sən siyalı adamsan. Özün bilirsən ki, Azərbaycanda siyasətlə məşğul olan, başda Əli Kərimli olmaqla Amerikadan, başqa ölkələrin grant aldığına görə həyasazlıq edirlər. Əli Kərimin oğlu Amerikada hansı pulla oxuyur? Mənə cavab ver. Əli deyir ki, mənim pulum yoxdur. Amerikada oğlu hansı pulla ildə 50 min universitetdə pul verir? Hansı pulla verirdi? Mənə deyirəm. Hansı pulla? Əli Kərimin nəsə bil ki, mən keçənin 135 min təkə ödəmişəm. Necə nəsə bil? Ay 200 min manat diye. Ay qardaş. Mən deyirəm, taksavaqda veriliyə 135 min ödəmişəm. Sənə qurban olum. Sən gedib barda, bahalı Manhattan'da, nə bilim 50 Avenue'da barlarda oturub yeyib işirsən. Bəli, bəli. Dünənlərin cebi aç qalmışam, dünənlərin cebi üzümüzü almışam, eləmişəm.